50 milyon yuxarı Azərbaycanın gözü, o 9 milyon cəmləmiş Azərbaycana baxır. İnanın, özü çox böyük həsrətlə, çox böyük sevgi ilə baxırlar, çox böyük fəxr hissi ilə baxırlar. Əziz bağlar, siz böyük onu görəcəksiniz. Siz biriniz həkim, biriniz müəllim, biriniz siyasətçi, biriniz sənətkar olacaqsınız. Amma vətəni həmişə belə sevin. Bu cür böyük məhəbbətlə sevin. Vətəni belə qorumağa çalışın. Əziz bağlar, hamınızı öpürəm, bağırma basıram. Sizə bu bugünkü tədbiri hazırlayan müəllimə bir daha təşəkkür edirəm müəllimə. Çok sağ olun, dikkatli yürütün, çok danışma olur ama bir sözler çok Sözü İcra Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məhəmməd. Buyurun xanım. Əziz, bizim gənclərimiz, əziz uşaqlar, valideynlər, müəllimlər, həqiqətən bugün mən çox böyük zövq aldım bu tədbirdən və həmişə olduğu kimi 201 nömrəli bizim məktəbdə keçirilən hər bir tədbir hesab edirəm həm mənəvi estetik quruluşuna görə, həm orada hiss olunan ürəklə yanaşmaya görə və ən əsaslı isə mövzunun aktuallığına görə həmişə diqqəti cəlb edir və həmişə hesab edirəm ki, bu tədbirlər nəinki məktəb səviyyəli bir tədbir və burada təhsil idarəsinin nümayəndəsindən iştirakını da nəzərə alıb. Hesab edirəm, bu tamaşa Respublika səviyyəsində nümayiş etdirilə biləcək bir tədbirdir və hesab edirəm ki, bu uşaqların xüsusi bütün bizim gənclərimiz üçün bir çağırış, bir önər olmalıdır. Mən bugün elə bir bu uşaqların simasında çox vaxtı son zamanlar yadırdığımız bir simaları görürəm. Bizim uşaqların yalnız o şeirləri, o mətnləri əzbərləyib burada çıxış etmələri yox. Onların o dediklərinin hamısı onların simasında, onların qəlbində gələn bir sözlər idi. Və həqiqətən də mən böyük zövq aldım və bir daha böyük fəxr hissi keçirdim ki, bizim belə uşaqlarımız, belə gələcəyimiz, belə gənclərimiz var. Burada çox gözəl misralar səsləndir, çox gözəl və yığcam şəkildə vətənpərvərliyin bütün aspektləri və vətənin nədən ibarət olmasını və hansı hisslər üzərində qurulduğunu biz elə bil ki, bu yığcam şəkildə hamısını biz burada gördük, hamısını müşahidə etdik və ən əsası mən bu uşaqların eyni zamanda böyük istedada malik olduğunu biz şahid olduq və əgər bir millətin ki, bu cür istedadlı gənclərin gələcəyi varsa, təbiidir ki, Ulu öndərimizin dediyi kimi bizim müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır. 201 nömrəli məktəbin artıq formalaşmış ənənələri var və bu ənənələr içərisində biz bilirik ki, burada 201 nömrəli məktəbin qızlar komandası bizim Azərbaycan futbol üzrə yığma komandasının əsasını təşkil edir və bugün də bizim qızlar burada qızıl medallarla bu yaxında keçirilmiş yaraşı Azərbaycanın ən böyük bal partisi. Hər böyük ama eyni zamanda biz bugün böyük zövq aldım. Söyrab'ın növbəti bugünkü çıxışından Söyrab bizim Azərbaycanı Türkiye'də böyük bir səhnədə Azərbaycanı uğurla təmsil edildi. Qızıl medalla bizim demək orada Azərbaycanı təmsil edildi və bugün də hesab edirəm Söyrab gələcəkdə mən onu diktor kimi görürəm Azərbaycan televiziyasının. Və mən hətta bu gündə Söyrab'a bərabər diktor tanımıyorum.
bizim digər gənclərimiz mən böyük belə zövq aldığımdan hər birinin çıxışından və hesab edirəm ki, bizim növbəti tərtib etmə tədbirimizdə bütün bu tərkibdə bizim uşaqlar mükafatlandırılmalıdır və onlar hamısı buna layiqdir. Mən hesab edirəm, vətənə sevgi, məhəbbət bizim uşaqlığımızdan, məktəbdən başlayır. Bu məktəbdə formalaşır bu sevgi, məhəbbət və buna görə də bu məktəbdə bu mövzu, bu tərbiyə hesab edirəm çox düzgün qurulubdur. Bugün bunu biz uşaqların nəinki çıxışında, onların simasında bunu hiss etdik, gördük. Və burada yeni bir misra bizim dahi böyük şairimiz Məhəmməd Arazın sözlərini bir qədər formalaşdırıb, əgər vətən mənə oğul desə, əskər olub keşiyində durardım deyərdim. Amma mən bir qədər düzəliş, əskər olub keşikdə durmaq lazımdır ki, vətən sizə oğul desin. Sağ olun, hamınıza minnətlər. Bununla da bugünkü tədbirimiz sona çatır. Mən bizim müəllimlərimizə istəmirəm vaxtınızı alan, müəllimlərimiz öz sözlərini tədbir edirlər. Mənə elə gəlir ki, şəhərə ehtiyac var. Benim bütün əsəblərim